Hər kəsə salam. Bu gün sizləri Vilnius şəhərinin içində olan kiçik bir respublika ilə tanış edəcəyik. Uzaq bir respublika. Bu şəhərin deməli öz qayda-qanunları, öz əsgərləri, öz konstitusiyası, öz bayraqlarına qədər var. Yəni şəhərdə də yəni ki, ancaq incəsənət, ancaq yox, yəni çoxluq təşkil edən təbəqə incəsənət adamları falan olub deyə şəhərin hər yerindən, yəni divarlarda zətdə portretlər, rəsmlər görmək mümkündür. Gəl bura. Hə. Gördüyünüz bu körpünün üstündə asılan qıfıllar ona görədir ki, məsələn bu kiminsə nəsə arzusu varsa və yaxud da sev sevdiyinə qovuşmaq falan, yəni elə bir şeylər üçündür. Arzulu qıfıla danışırsan, qıfılı bura bağlayırsan, sonra açarı suya atırsan ki, sənin arzun gerçəkləşsin. Onun əvəzinə dəmir pullara da danışıb, dəmir pulu bura atanlar da var. Gəl bir dənə bura şey göstər, mənzərəsini göstər. Orada da gördüyünüz kimi, dediyim kimi, şəhər yəni incəsənət şəhəri kimidir. Ona görə hər yerdə belə şəkillər divarlarda falan görmək mümkündür. Gəl də gəl. Gəl bura konstitusiyanı göstərək. Burada deməli hər dildə, yəni hər dildə yox, bir çox dildə yəni şeylər var, konstitusiyanın tərcümələri var. Bizim dildə də olmalıdır. Qabaq. Burada gördüyünüz kimi, bu da Azərbaycan dilində olanlardır. 41 dənə maddəsi var. İndi mən bir ikisini oxuyacağam. İstəsəz özünüz videonu saxlayıb oxuyarsınız. İnsanın səhv etmək hüququ var, insanın yeganə olmaq hüququ var, insanı sevmək hüququ var. Yəni belə qayda qanunlardır. Biraz interesli qayda qanunlardır. İndi yargılamırıq da bunları da. Hamısını göstər. Ölkənin bayrağıdır. Dediyim kimi öz bayraqları var idi. Arada belə şəkillər görmək normaldır. Gözəlliyinə baxın. Bu şəhərdə iminli, yəni Vilniusun bu şəhərində bu mədəniyyət var da, yəni divar rəhləmə mədəniyyəti. Gördüyünüz kimi belə maraqlı bir dizayn ediblər. Arxamdakı bir dənə heykəl var, əxlaqsızlığı təbliğ edir o heykəl. Ona görə bunun qabağında dayanmışam, görsənməsin. Balqabaqları göstər. Çox kreativ insanlardır da, yəni. Arxamdakı adamı çək. Maraqlı stildə insanlar var orada. Deməli uşaqlar, burada maraqlı bir söz yazılıb. İndi mən sizə tərcümə edib deyəcəm. Deyir ki, şeytanın qalib gəlməsi üçün lazım olan yeganə şey yaxşı insanların heç nə eləməməsidir. Yəni səssiz qalmaqlarıdır. Çox mənalı sözdür. Burada da belə şəkil göstər. Yəni çox qəşəng çəkirlər. Gedir. Ətrafı göstər insanlara. Gəlin indi şəhərin şeyini göstərim sizə. Bunlar yavaş-yavaş gəl. Hekayəsidir. Bunun mən sizə tərcüməsini yəqin ki verəcəm YouTube-da alt yazı kimi falan. Gördüyünüz kimi bu mağazadır. Əldə düzəldilmə şeylər, yəni daşlar falan əldə yəni əl işlərini satırlar. Belə bloklar, qolbaqlar, daşlar, taxtadan
üzüklər, taxtadan maska, nə bilim, hər şey var, brelok falan. Göstər bunları. Təbii daşlardan hamısı. Sonra bu tərəfdə göstər. Burada da taxtadan qablar falan böyle. Maraqlı şeylərdir. Çək buraları. Do you have bracelets for men? Maybe it's a small. Yes. Some of these. Can I see? Wood. Can I try it? Yes. It's small. Nətərdir? Ya bu mənlik deyil. It's so small. Pis deyil aslında.